Əməkdar jurnalist Azər Ayxan yazır. Bu günlərdə mərhum xalq şairi Nəriman Həsənzadənin sabiq prezident Əbülfəz Elçibəyə həsr etdiyi şeir sosial şəbəkələrdə paylaşıldı. 1992-ci ildə Əbülfəz Elçibəy AXC sədri və prezidentliyə namizəd kimi çox populyar idi. Həmin dövrdə AXC ətrafına xeyli ziyalı, şair, yazıcı, bəstəkar, incəsənət xadimləri toplanmışdı. Nəriman Həsənzadə də ictimai xadim və sevilən şair kimi fəal idi. Sözlə, şeirləri ilə xalqın yanında olmağa çalışırdı. Ürək yanğısı ilə bu proseslərdə iştirak edirdi. 1993-cü ildə Əbülfəz Elçibəy devrildi. Nəriman Həsənzadə həmin dövrdə Müsavat Partiyasının bərpa mərkəzində təmsil olunurdu. Yanlış xatırlamıramsa, Müsavatın Bakı bərpa mərkəzinin sədri idi. 4 iyun qiyamından sonra mövqeyini dəyişməyə başladı. Partiyadan çıxdığını elan etdi. İlk fürsətdə AXC iqtidarını qınayan açıqlamalar verdi. Maraqlıdır ki, Elçibəyin o ağır, məşəqqətli günlərində Ramiz Rövşən də onun haqqında şeir yazmışdı. Ramiz Rövşən Elçibəyin güclü və xalq tərəfindən dəstəkləndiyi vaxtda yox, devrildikdən və Bakıdan getdikdən sonra bu şeiri yazmışdı. Mən bugünkü reallıqdan baxdıqda hər iki şeiri çox səmimi və gərəkli sayıram. Allahdan Nəriman Həsənzadəyə rəhmət, Ramiz Rövşənə can sağlığı arzu edirəm. Statın sonu. Yazını tam halda şərhdəki linkdən oxuya bilərsiniz. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.